Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Gözəl örtünən qadın cəmiyyətin hörmətidir. Biharul Ənvar, cild 103, səhifə 250, hədis 40. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dəyərlər verilişinin izləyiciləri. Yenidən sizlərlə görüşə gəldik. Gəldik ki, yeni bir mövzunu müzakirə edək. Qonağımız Əbədi Nur.info saytının redaktoru, İlahiyyatçı Sara xanım Əmirzadədir. Xoş gördük Sara xanım. Çox xoş gördük Vüsalə xanım. Mən də studiyaya dəvət etdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm və dəyərli Könül TV izləyicilərini də buradan salamlayıram. Bəli Sara xanım, gözəl əgər qonağımız varsa və gözəl də mövzu olacaqsa, veriliş daha gözəl və daha baxımlı olacaq və buna görə də ilk olaraq sizə təşəkkürümüzü bildiririk ki, elə bir mövzunu ərsəyə gətirmək istəyirik, amma sizlərin köməkliyi ilə. Mövzumuz olacaq qadının dəyəri. Qadın dəyəri haqqında danışarıq. Görək bu mövzuda qadın dəyəri nədir? İndi bilirik ki, siz daha geniş, ətraflı məlumatlar verəcəksiniz və qadınlara daha xoş gələn bir veriliş olacağına da əminik. Mövzumuzu elan elədik. Sualımız belədir. Qadının dəyəri nə deməkdir? Ümumiyyətlə, qadınların dəyəri nə ilə ölçülür? Buyurun, sizə eşidirik. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və bihi nəstəin. İnnəmə xayran nasirim. Çox gözəl bir sualdır. Yəni, mövzu dəyər mövzusudur. Və qadın, ümumilikdə dəyər dedikdə və yaxud da qadınların dəyəri nə ilə ölçülür? Dəyər məhfumu özü dedikdə biz bu məsələdə istəsək də, istəməsək də qeyri-ixtiyari olaraq İslami aspektdən bu məsələyə yanaşmaq məcburiyyətindəyik. Çünki dəyər dediyimiz elə İslamın özüdür. Çünki biz əgər dəyərlə bağlı hər hansı bir məsələni araşdırmaq istəyiriksə, bizim üçün ən gözəl, ən üstün mənbə İslam dinidir. Və təbii ki, bir qadın olaraq, bir xanım olaraq biz də bütün bu üstün məziyyətləri ki, İslam buyurubdur, biz onları bilmək istəyirik. Amma insan, qadın öz həyatında necə dəyərli ola bilər və dəyərli olmaları üçün xanımlar nə kimi işlər görə bilərlər və necə bu üstün məziyyətləri əldə edə bilərlər. Təbii ki, bütün qadınların istəyi budur. Və qadınların dəyəri barəsində və təbii ki, bunlarla yanaşı biz də öz həyatımızı bu dəyərlərlə bircə görmək istəyirik. İstəyirik ki, həyatımızda tətbiq edək və onu tanıyaq və onu həyatımızı bu dəyərlə yaşayaq. Və qadınların dəyəri barəsinə gəlincə isə, ən gözəl sözləri İslam dini deyibdir və dinin ali dəyərli təlimlərində qadınlara ən yüksək məqamlar verilibdir bu məsələ ilə bağlı və həmçinin İslami rəvayətlər də onu təsdiqləyibdir. İmam Sadiq əleyhissalam qadınların dəyəri barəsində buyurur. Bütün xeyir, qadınların dəyəri dedikdə, yəni burada Həzrət buyurur ki, xeyir bərəkətin əksəriyyəti qadınların vücudunda qərar olmuşdur. Allah Taala xeyri, bərəkəti qadınların vücudunda bərqərar edibdir. Və daha sonra digər bir hədisində də qadınların iki dəstəyə ayırır, yaxşı qadınlar və pis qadınlar və yaxşı qadınlar barəsində Həzrət buyurur ki, onların dəyərinin yanında heç bir qızıl, gümüşlər, cəvahiratın bir qiyməti yoxdur. Yəni, o qədər üstün dəyərə sahibdir yaxşı qadınlar və həmçinin heç bir dəyərli daşqaşın onların dəyəri ilə müqayisəyə gəlməz və s. Və bu hədis və rəvayətlərdən qadının dəyəri anlaşılır. Şükürlər olsun ki, bir qadının dəyər tapması üçün bizim üçün bu kimi mənbələr var və Allaha çox şükürlər olsun ki, Allah Taala bizim ləyaqətli bəndələr olmağımızdan ötürü və bizim həyatımızda bir qadın olaraq tam xoşbəxtliyə çatmağımız üçün bizim üçün belə bir proqram qoyubdur və bu müqəddəs şəxsləri, Peyğəmbərin pak ailəsinin gözəl sözlərini bizim üçün bir örnək qoyubdur. Və biz onlara riayət etməklə bu hədisləri, bu rəvayətlərə diqqət etmək, öz həyatımıza tətbiq etsək, o zaman əsl qadın dəyərini biz əldə edə bilərik. Və nədir bu dəyər, nədir bu üstünlük ki, gərək bu hədislərə diqqət etməklə yanaşı, həmçinin gərək bu qadın da bu dəyəri tanısın.
tanısın və ona riayət etsin və onu dəyərə çatdıran hansı əməllər var, ən əsası o əməlləri hər bir qadın özü tanıyıb bilməlidir və sonra onu öz həyatına tətbiq etməlidir. Çünki qadının məsuliyyəti çoxdur. Ailədə, ictimaiyyətdə, təhsil ocaqlarında və s. görürük ki, həmçinin bir qadın üçün bu məsuliyyətlər həm çoxdur, həm də ağır çətinliklər, bir sıra qarşıya çıxan çətinliklər də var və gərək bütün bunların qarşısında qadın özünü itirmir. Bu çox çətin bir məsələdir. Yəni, onun üçün müəyyən edilmiş bir həddə riayət etmə. Məsələn, İslamın ali qanunlarında, İslam şəriətində çox gözəl qanunlar var bu barədə. Onlardan da biri budur ki, hər bir işdə insanlar üçün bir ölçü, bir hədd qoyubdur. Xüsusən qadınlar üçün də bir hədd qoyubdur və nə az, nə çox. Gərək o deyilən bir hədd çərçivəsində ola qadının bütün əməli, rəftarları. Əgər çox olarsa, o zaman qadın yorulacaq. Və bu da onun işində heç bir keyfiyyəti göstərməyəcək və yaxud da az da olarsa və yaxud da hər hansı bir xüsusiyyət o əməldən əskiləcək və s. və ilaxır, yəni çoxdur səbəblər. Qadının dəyərli olması üçün bir sıra qayda qanunlar var ki, gərək ilkin mərhələdə, yəni birinci ünvan budur, bunları gərək tanısın və daha sonra ona biz gərək riayət edək. Bəli, Sara xanım, siz elə incəliklərə, dəyər haqqında toxundunuz ki, bəs ümumilikdə götürsək, bu müasir zamanədə qadının dəyərli olması üçün nə etməlidir, nə edə bilər? Bax, buna diqqət eləyə. Çünki müasir zamanda bir qadının dəyərli olması zənnimcə biraz ağır və məsuliyyətlidir. Bəs bu ağır və məsuliyyətli dəyəri biz necə daha da dəyərləndirə bilərik? Bəli, dedik ki, yəni əsrimizin müsəlman qadından əsas tələbi nədir? Qadın bu tələblərin qarşısında öz dəyərini nə həddə qoruya bilər və hədis və rəvayətlərdən də məlum oldu ki, deyir, əgər qadın dəyəri varsa, orada xeyir-bərəkət var. Əks halda, qadının dəyəri olmayan yerdə xeyir-bərəkət aradan gedər. Və təbii ki, hal-hazırda cərəyan edən bir sıra aktual məsələlər də bizi maraqlandırır və biz burada dəyər mövzusunu da bu məsələlərlə yanaşı biz görürük və hər kəs özünə bir düzgün bir yol tapmaq istəyir bu məsələ ilə bağlı. Yəni düzgün mövqe haradır, hansı tərəfdir, o tərəfə istiqamətlənmək istəyir və bəzən biz bu məqsədlə irəliləyirik, amma həmişə biz müvəffəq olmuruq. Nə üçün? Çünki ola bilsin biz bu mövqeyi tanımırıq və yaxud da tanıyırıq, ona riayət etmirik. Yəni, tanımaq bir başqa məsələdir və ona riayət etmək isə o ayrı bir məsələdir. Məsələ budur. Əgər söhbətimiz bizim qadın dəyəri barəsində bu mövzu araşdırılırsa, o zaman bunun başında əsas 3 amil durur. Birincisi qadının hüquqlarıdır, ikincisi qadının şəxsiyyətidir, üçüncüsü isə qadının İslamda yeridir. Yəni bu 3 amil qadının dəyər əldə etməsinə çox mühüm bir rol oynayır. Nə baxımdan və dedik ki, əsasən biz bunları tanımaq istəyirik və əslində baxanda tanıyırıq. Deyilə bilər ki, bunları biz təkrar eşidirik, dəfələrlə bu bizə deyilir, hədis və rəvayətlərdə tövsiyə olunur. Yəni insanlar cəmiyyətdə bunun barəsində çoxlu mövzular danışıblar, amma həyatımızı bir uyğun qaydalar əsasında nizama salmaq bu ayrı bir məsələdir. Yəni, eşitməklə əməldə belə bir fərqlər var. Qadın hüququ və qadının tarixdə rolu əslində çox elmi bir məsələdir. Və bu məsələyə gəlincə biz görürük ki, müxtəlif fikir sahibləri, yəni müxtəlif cərəyanlar, yəni cürbəcür fikirlərlə bu məsələyə yanaşırlar. Yəni qadın hüquqları bir mənalı olaraq anlaşılmır. Nədir qadının hüquqları? Yəni o hüquqlar ki, qadını dəyərə aparır, bu əsl hüquqlarıdır. Amma o hüquqlar ki, haykırılır, amma qadını dəyərdən salır, burada artıq bir yanlışlığa yol verilibdir. Əslində elə diqqət etsək görərik ki, qadın hüquqlarına haykıran şüarlar əslində elə qadını məhvə sürüklədir. Bəli. Və bunu biz çox uzaqda axtarmayaq, yəni
bizim o qədər ailələrimizə, evlərimizə, yəni övladlarımıza elə bir tərzdə nüfuz edib ki, heç bizim özümüzün də ondan xəbəri yoxdur. Təəssüflər olsun ki, bizim əsrimizdə qadın şəxsiyyəti çox ağır bir böhrana düçar olubdur. Çox ağır bir böhrana düşar olubdur və həmçinin çox az bir təbəqə olar ki, bu böhran selindən qurtula bilsin. Və yaxud da bu selin qarşısında özünə düzgün bir mövqe seçə bilsin. Çünki qadın azadlığı şüarı ilə formalaşmış bu nəhəng modernizmin qarşısında qədim adət-ənənələrə arxalanaraq dayanmaq demək olar ki, mümkün deyil. Mümkün deyil. Nə üçün? Çünki onlar bunu köhnəlmiş kimi qəbul edirlər, qədim, köhnəlmiş, aradan getmiş kimi, yəni bu kimi fikirlərlə bunu cəmiyyətə aşılayırlar və həmçinin modernizmin təsir etdiyi bu müsəlman təbəqələrində, cəmiyyətlərində bu saxta əsası olmayan şüarları belə deyək, qəbul edən ziyalı təbəqələr də az deyil. Və xalq onlara inanır, onlara etimad edir, hər bir sözünü qəbul edir və bu saxta təbəqələrə nə edir? Və onu qəbul edirlər, öz həyatlarında tətbiq edirlər və bunu işi heç bir nəticəni düşünmədən edirlər. Məsələn, düşünmür ki, əgər mən təfəkkürsüz olaraq, düşüncəsiz olaraq nəticəni düşünmədən bunu qəbul edir. Daha düşünmür ki, əgər mən bunu bugün qəbul edirəmsə, bir 10 ildən, 20, 30, 40, 50 ildən sonra və məndən sonraki əsrlərdə, illərdə mənim bu mədəni, mənəvi irsimdən əsər əlamət belə qalmayacaq. Və bugün bundan bütün nəinki istər müsəlman və istərsə də qeyri-müsəlman və bütün şərq bundan əziyyət çəkir. İndi qaldı bu böhran selindən necə qorunmaq olar? Bu bilirsiniz bir nəyə bənzəyir? Bir sadə misalla buna bir misal vurğulamaq istərdim. Sanki bir kəndə bir sel gəlibdi və insanlar selin həyəcanından onun qarşısını almaq üçün heç bir şey düşünə bilmirlər. Ümumiyyətlə elə də hansı bir insanlar özlərini itirirlər. Ola bilər adi vaxtda onlar hər hansı düşüncəli bir iş görüb ortalığa qoya bilsin, amma belə bir vəziyyət, o həyəcan halını heç kəs deyə bilməz ki, mən bu işi görə bilərəm. Və belə bir şəraitdə bu insanların içindən bir nəfər qalxır və bu təhlükənin qarşısını almaq üçün onlara bir yol göstərir. Deyir ki, bu selin qarşısına bir bənd çəkin, siz xilas olacaqsınız. Və insanlar da çarəsiz olaraq bu bəndi çəkirlər. Amma o selin getdikcə daha da artmasını müəyyən edə bilmir. Düşünmür ki, bu getdikcə böyüyür və bu bənd nə dərəcə onu qoruyub saxlaya biləcək. Və nəhayətdə o sel gəlir, o bəndi də aşıb keçir. Bütün kəndi və əhalisinin hamısı o selin qarşısında o sel sularına qərq olur, gedir. Yəni bu qərbin mədəni hücumları da buna bənzəyir. Yəni çox mədəni bir şəkildə insanlara aşılanan bu mədəniyyətlər, yəni saxta əsası olmayan pus mədəniyyətlər bizim gözümüzdə zinətlənir və nəticədə nə olur? Qadın dəyəri aşağı düşür. Bəli. Qadın dəyəri aşağı düşür, övlad tərbiyələri, ailələr dağılır və s. və ilaxır ki, insansı ki, bu məsələləri biz hər gün aktual mövzularda və bütün sosial şəbəkələrdə biz onlarla rastlaşırıq. Yəni, qadın dəyəri dediyimiz bu cür olmamalıdır. Bəzən biz hüquqları haykırdığımız anda, amma ailələr görürük ki, elə bu hüquqlarla bərabər ailələr də aradan gedir. Nə üçün? Çünki hüquqları düzgün tanımır xanım. Şəxsiyyətin necə bir olmasını, necə formalaşmasını öncədən müəyyən edə bilmir. Və yaxud da qadının özünün dediyi ki, İslamda olan yeri. Qadın üçün ən üstün dəyəri İslam deyibdir, amma qadın o İslami dəyərlərdən qafil olubdur, digər mədəniyyətlərə üst tutur. Belə olan halda təbii ki, qadın dəyəri təhlükə qarşısında qalacaq. Dedik ki, bu ziyandan necə qorunmaq olar? Bu işte böyük bir mədəniyyət, gözəllik və zəngin bir tarix. Yəni, İslamın tarixi, müsəlmanların tarixi deməkdir. Bu qadın üçün bundan böyük bir, yəni sığınacaq böyük bir mənbə yoxdur. Bu onun köməyinə gələ bilər. Əsasən də din və tarix dedik, zəngin tarix. Dahi şəxslərdən biri deyir ki, bir millətin əgər dini və tarixi varsa, o millətin bir siması var. Və müsəlman xalqının da təbii ki, müsəlman qadınının, yəni şərqin nümunəvi simaları var. Və bu ilahi simalar arasında Həzrət Zəhra kimi heç bir qadınla müqayisəyə gəlməyəcək
bir şəxsiyyət var. Yəni bizim üçün başqa bir qapı varmı ki, biz gedək oradan bir örnək alaq? Bizim üçün ən böyük örnək Peyğəmbərin qızıdır. Yəni bir qadın üçün ən böyük, yəni ibrət alması, onun həyatından bir dərs alması mütləq bir şəkildə onun əsl həqiqi mənada xoşbəxtliyini təmin edən bir amillərdən biri olacaq. Və diqqət etsək, bu sadaladığımız bu zərərləri, ziyanlar əsasən də xanımlar üzərində tətbiq olunur. Nə üçün? Çünki qadın bir anadır, qadın bir bacıdır, qadın övlad yetişdirir, yeni nəsli, övladı tərbiyə edən qadındır. Və bu gün əgər qadının hüquqlarında, şəxsiyyətində, yəni özünü tanımasında, özünü formalaşdırmasında əgər naqislik varsa, o zaman elə o tərzdə də o övladlarına və digər nəsillərə bu şəkildə ötürülür və bu cürdə davam edəcək. Odur ki, buna çox diqqət etmək lazımdır. İslami dəyərlər dedikdə, dedik, burada xanım, ümumiyyətlə qadınlardan söhbət gedirdi və dedi ki, bir xanım üçün örnək Həzrət Zəhradır, bunu qeyd etdik və bundan da başqa ümumiyyətlə bir müsəlman olaraq hər bir qadın öz cəmiyyətində, öz mədəniyyətinin xas obrazlarını tanıya bilsin. Bir müsəlman olaraq bizim üçün ən üstün obraz Həzrət Zəhra. Öz müsəlman millətinin xas simalarını tanısın və ondan bir örnək alsın. Və qadınların taleyinə gəlincə isə təhqiq mövzusu yalnız və yalnız Həzrət Zəhra. Bundan başqa bir yerə biz üst tutmuruq. Nə üçün? Çünki bütün üstün xüsusiyyətlər, hüquqlar deyilsə, şəxsiyyət deyilsə və İslamda qadının yeri deyilsə, bunlar hamısı yenə də Həzrət Zəhraya qayıdır. Və bizim üçün ən böyük örnəkdir xanım Zəhra və Peyğəmbər onun barəsində ən gözəl sözləri dəfələrlə hədislərdə deyibdir. Nə üçün? Yəni, Həzrət Peyğəmbərin Həzrət Zəhradan bir büt yaratmaq fikri yox idi. Onun üçün deyir ki, Həzrət Zəhranı tərifləyirdi. Nə üçün? Digər xanımlara örnək olmaları üçün. Əgər şəxsiyyət deyiriksə, biz şəxsiyyətimizi formalaşdırmaq istəyiriksə, bundan doğru ünvan bizim üçün yoxdur. Həzrət Zəhra ən üstün bir şəxsiyyətə sahib bir xanım idi. Və yaxud da deyilsə ki, bəs bizim əsrimizlə əvvəlki əsrlərdə çox fərq var. Yəni, bayaq da biz bunu qeyd edək ki, buna bir köhnəlmiş, qədim, köhnə adət, ənənə kimi əgər baxılarsa, əgər bu cür biz bu fikrə yanaşsaq, görərik ki, mənəvi dəyərlər hər bir dövrdə üstün və müqəddəs sayılır. Gedək ki, bu müqəddəslik, bu dəyərlər qorunub saxlanıla bilsin. Əgər insanın mənəvi dəyərləri qorunub saxlanıb varsa, deməli onun hər bir şeyi var. Mənəvi dəyərlərin üstünlüyü barəsində Peyğəmbər, İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm buyurubdur ki, hər bir xanım əgər bu mənəvi dəyərlərə çatmaq istəyirsə, Həzrət Zəhraya baxsın. Onun həyatını təhqiq etsin. Bundan başqa da bizim cəmiyyətimizdəki dedik, o aktual məsələlər ki, xanımlarla bağlı ki, xanımlar özlərini necə rəftar etsinlər ki, bu dəyərləri əldə edə bilsinlər. Hər nə qədər ictimaiyyətdə olsalar da, hər nə qədər fəaliyyətləri olsa da, yenə bu dəyərləri qoruyub saxlamaq onlar üçün çox çətin gəlir. Bəzən ictimaiyyətdə çox fəaliyyəti olan xanım elə başa düşür ki, əgər mən bu cəmiyyətdə mən müvəffəqəmsə, başarılıyamsa və əgər məni bu cəmiyyət alqışlayırsa, deməli mən çox üstünəm, bu mənim hüquqlarımdandır. Və bu hüquqları elə bir tərzdə, yəni bəzən görürük. Onu Allahdan bilməməkdədir də. Bəli, əslən. Elədir Büsələ xanım. Yəni bu hüquqları elə bir tərzdə abartılır ki, hətta bu gəlir onun öz müqəddəs ailə ocağına da təsirini qoyur. Amma bir şeyi unudur ki, onu cəmiyyətdə istər ailə baxımından olsun, istər evli olsun, istər subay olsun, fərq etməz. Bir bu şeyi öz nəzərindən qaçırmamalıdır ki, onu müvəffəq edən cəmiyyətdə iştirakına icazə verən evdə onun həyat yoldaşı. Yəni o icazə verməsə, o heç bir nə onun başarılı olmaz, nə də onun işi uğurlu, faydalı olmaz. Təəssüflər olsun ki, bəzən bu unudulur. Yəni bir xanım, belə bir mövqeyə çatan bir xanım artıq özünü böyük görür və bu da bir sıra mübahisələrə gətirib çıxarır. Bunun da sonu gəlir
ailə dağılmasına səbəb olur. Və belə olduğu halda dəyər aradan gedir. Yəni bir xanımın, Həzrət Zəhra özü nə deyir? Deyirdi ki, xanımın dəyəri onun evində daha faydalı olmaz. Birinci cəmiyyəti deməyibdi Həzrət Zəhra xanım. Həzrət Zəhra həm evində, həm də cəmiyyətdə, məsciddə onun da özünə məxsus məsuliyyətləri vardı. Tədris edirdi, moizə edirdi, xütbə oxuyurdu. Amma bununla yanaşı evindəki işlərini aksatmamışdı. Hamısını bərabər şəkildə davam etdirirdi. Biz bəzən çöl işləri o qədər çox olur ki, bu bizim ailə ev işlərimizə də təsir buraxır. O zaman ailə, amma Həzrət Zəhra bizim üçün çöldə olan işləri birinci deməyibdi. Birinci deyir ki, xanımın, evi xanımın, məscidi, ibadət yeri onun birinci evidir. Əgər bundan artığını başarırsa, əlbəttə dedik ki, İslamın qoyduğu hədd hüdudlar var. Bu hədd çərçivəsində çıxmamaq şərti ilə. Əgər bundan bir qədər artığını bacara bilirsə, o zaman bu işləri görə bilər. Əks halda, yəni qadın fəlakətə uğrayar, qadın məhvə sürüklənər, bu onun ailəsində də bir sıra problemlər yaradar və yaradır da. Yəni bu cürdür, yəni qadın dəyəri çox çətin bir şeydir, yəni sözlə demək asandır, amma bunu hər bir qadın özü öz həyatında tətbiq edərkən özü də hiss edir ki, bu çox ağır bir məsuliyyətdir. Mən yaxşı ana olmalıyam, mən yaxşı həyat yoldaşı olmalıyam, mən yaxşı bacı və yaxşı övlad olmalıyam, atama, anama layiqli bir xanım olmalıyam. Bunun üçün, yəni bu özü böyük bir işdir ki, bunun üçün çalışmağa çalışır. Allah Teala bütün xanımları hər zaman bu dəyərdə qərar versin. İnşallah o dəyərlər ki, İslamın dəyərli ali təlimlərində xanımlar üçün Allah Teala bir qayda olaraq xanımlar üçün bərqərar edibdir. İnşallah ki, bu dəyərlərdən uzaq düşməyək və bizim üçün də bir fürsət olsun ki, onları layiqli şəkildə yerinə yetirə bilək inşallah. Bəli, Sara xanım, siz o qədər gözəl vurğuladınız ki, qadının bir hüquqi tərəfdən olan cəhətlərini vurğuladınız, şəxsiyyət formasında olan tərəfdən vurğuladınız. Ən əsası, İslamda olan xanımın elə dəyərinin ilk olaraq elə öz ailəsindən başlanmasını vurğulamaqla onu xanım Zəhranın hədisini bizə daha da aydın bir şəkildə izah elədiniz. Sizə təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyinizə görə. Çox sağ olun, mən də təşəkkür edirəm, minnətdarım. Təşəkkür edirik. Çox sağ olun. Bəli, əziz izləyicilər, qonağımız Əbədin-Nur.info saytının rəhbəri Sara xanım Əmirzadə idi. Sara xanım bizə bugün gözəl bir mövzu ilə başladı ki, mövzumuz da xanımların dəyərindən gedirdi, qadının dəyərindən gedirdi. Qadın nə zaman tənəzzülə uğrayar və nə zaman da ən uca məqama qalxar, bax bunları bizə ən kiçik detalları ilə izah elədi. Amma gözəl bir örnək də göstərdi. Əgər ülgü, özünüzə örnək və baxdıqca onun həyatından özünüzə örnək alacaq bir şəxsiyyət istəyirsinizsə, elə ən gözəl də xanım Zəhra Səlamullah əleyhə idi. Şəxsiyyət də ondaydı, İslamda rol da ondaydı və bir qadın olan hüquqlar da ondaydı. Eləsə xanım Zəhranı dərk edin və onu tanımaqda hər birimiz Allah müvəffəq eləsin. Sağ olun, salamat qalın. Allah amanında.